Hər kəsə salam. Mən bu gün sizinlə danışmaq istəyirəm. Biz əslində kimik? Günümüzdə Şumerlər və biz. İlk əvvəl mən onu demək istəyərdim ki, illərdir Şumerləri araşdıran biri olaraq Şumerlərin günümüzdəki bizlə təkcə Azərbaycan xalqı nəzərdə tutmuram. Bu coğrafiyada yerləşən digər millətlər olsun, mədəniyyətlər olsun, hər birini nəzərdə tuturam. Arada hədsiz dərəcədə çox bağlılıq var. Və bu bağlılıqları bacardığım qədər, ağlıma gələni qədər araşdırmağa çalışmışam və konspektləşdirib onu sizinlə bölüşmək istəyirəm. Birinci başlamaq istəyirəm yaradılışdan. Təbii ki, yenə mən müzakirə edəcəm bizim düşüncəmizdəki yaradılışla və Şumerlərdəki yaradılışla. Gəlin başlayaq birinci Şumerlərdən. Biz Şumerlərdə yaradılışı bu şəkildə görürük ki, ilk əvvəl qarışıqlıq baş verir. Hər tərəf su olur. Və bu suyun Nam adlı bir tanrıçası olur. Bu tanrıça sudan bir dağ çıxarır. Dağın üstü göy, altı isə yer olur. Və daha sonra o göyü və yeri bunlar ayırırlar. Və bu dağın və yerin ayrılmasından hava tanrısı olan Enlil meydana gəlir. Enlil də bu dağı ikiyə bölür. Üstünü göy tanrısı An, indi mən sizə Anı və Anunnakiləri də izah edəcəm. Altını isə yer tanrısı Ninki və Enlil alır. Beləcə göy, yer və hava yaradılır. Anı mən birinci sizə izah edeyim, çünki çox qısa bir izahı var. Günümüzdə Anunnakilərlə bağlı nəzəriyyələr var. Hansı ki, insanlar deyirlər, dünyanı Anunnakilər idarə edir. Əslində isə belə bir nəzəriyyə var. Amma mən onu nəzəriyyə deməzdim, iddia var. Bu iddia niyə nəzəriyyə halına ala bilməz? Çünki heç bir sənətdə, heç bir tarixi biz yazılarda görə bilmirik ki, Anunnakilərlə bağlı və onların dünyanı idarə etməsi ilə bağlı bir iddia olsun, bir tarixi sənəd olsun. An, yenə dediyim kimi, göy tanrısının adıdır. Nanki də nəsil övlad deməkdir. Yəni, Annunun nəsli, Annunun övladları və Anunnaki. Bu da göydən enənlər, göydən gələnlər mənasını verir və insanlar da hansı insanlardan söhbət gedir? Anunnaki nəzəriyyəsini yaradan insanlardan söhbət gedir. Onlar da belə bir nəzəriyyə yaradıblar ki, göydən enib gələn bir qrup insan, varlıq, insan deməyək, varlıq deyək, dünyanı idarə edirlər. Bunları da Anunnaki adlandırırlar. Əslində isə Anunnaki də Şumerlərdədir. Yalnız və yalnız Şumerlərdə Anunun övladları, Anunun nəsli olaraq keçir. Başqa heç bir yerdə siz bunu görə bilməzsiniz. Harada ki deyilir, dünyanı Anunnakilər idarə edir, bu əsassız bir iddiadır, inanmayın. Aha. Qaydaq biz məsələmizə. Deməli, mən bayaq vurğuladım ki, Şumerlərdə irəli sürülür ki, əvvəl sudan bir dağ çıxır, bu dağ bütöv halda olur. Hansı ki, bu dağdan ayrılır yer və göy. Bunlar əvvəl bitişik olurlar, yəni yer və göy əvvəl bitişik olur, daha sonra isə ayrılır. Biz həmən nəyi düşünürük? Ənbiyə surəsi 30 olmalıydı, aha 30. Orada deyilir ki, göylər və yer bağlı halda idi. Eynən Şumerlərdə olduğu kimi. Yenə deyirəm, Şumerlərdə biz bunu hansı şəkildə gördük? Gördük ki, yer və göy bütöv halda idi, bunu ayırır. Nin adı da Namma olur tanrıçanın. Bu ayırır. Daha sonra və biz demişdik ki, ilk əvvəl su ilə doluydu. Buna da Quranda bir mən çəkəcəm. Hud surəsi 7 olmalıdır. Aha, Hud surəsi 7 deyir ki, onun ərşi su üzərində idi. Onun ərşi su üzərində idi. Bunu İslam alimləri belə izah edirlər ki, yəni hər şeyi olduğu kimi Allah da suyu yaratmışdır. Yəni sudan əvvəl heç nə yox idi. Yalnız Allah var idi, onu da Allah yaratmışdır. Və burada da su ilə dolur. Əvvəl heç nə yox idi, su ilə dolur. Yəni yaradılış hardasa İslam ilə, yəni bizim bugünkü düşüncəmiz ilə üst-üstə düşür. Biz bunu Şumerlərdə görürük. Daha sonra maraqlı bir şey.
Şumerlərdə havanın da yaranması var. Biz dini kitablarda görürük, 3 dini kitaba da aiddir, səmavi dinlərə. Orada göstərilir yerin, göyün yaradılması. Amma Şumerlərdə yer və göylə bərabər hava da yaradılır. Daha sonra mən nəyə vurğulamaq istəyərdim? Bunu vurğulamaq istəyərdim ki, Şumerlərdə göy barədə fikir var. Onlar deyirlər ki, göy qübbə şəklində tək bir maddə ilə örtülüb. Və bizə məlum deyil ki, bu maddə nədən ibarətdir. Çünki tabletlərdə bu maddənin nədən ibarət olduğu əks olunmayıb. Amma tabletin digər bir qismində qalay biz bilirik də qalay nədir? Bu qalayı göy mədən adlandırırlar bunlar. Bunu da şümeroloqlar belə necə deyim sizə izah edirlər ki, ola bilsin bunlar qalaya göy mədəni dediklərinə görə bəlkə də göyün qalaydan ibarət, yəni qalay ilə qorunduğunu, qalay ilə örtüldüyünü düşünürmüşlər. Və yenə də biz Quranda bunu Ənbiya 32-də görürük. Biz göy qorunmuş bir tavan etdik. Qorunmuş bir tavan. Və Şumerlər də eyni şəkildə göyün qorunduğunu, bir maddə ilə qorunduğunu, örtüldüyünü düşünürdülər. Daha sonra insan yaradılışı barədə Şumerdə biz nəyə toxuna bilərik? Şumerdə insanın torpaqdan yaradıldığı iddiası irəli sürülür. Hardan iddia sürülür kimi fikirlərsəz, ola bilsin burada aramızda Şumer barədə məlumat olmayanlar olar. Mən deyim, Şumer tabletləri var. Siz istəsəz arxivlərdən bunu əldə edə bilərsiniz. Şumer tabletlərini oxuyub tərcümə edən şumeroloqlar var. Onların tərcümələrinə əsasən biz bilirik ki, o tabletlərdə nələr irəli sürülüb. Yəni o Şumerlər, həmin dövrdəki Şumerlər dini inancları nələr idi, günlük yaşam tərzləri necə idi, nələrə inanırdılar, necə ibadət edirdilər. Mən birazdan onların ibadət şəklini də sizə deyəcəm. Biraz təcrübələnəcəksiniz. Daha sonra davam edək. Şumerdə dedik ki, insan torpaqdan yaradılması irəli sürünür. Babildə də həmçinin torpaqdan yaradılması irəli sürünür. Sadəcə Babildə bir fərq var ki, Babildə bunlar elə düşünürlər. İnsan yaradılanda torpaqdan yaradırlar, amma bir tanrını kəsirlər bunlar və o tanrının qanından insanı yaradırlar. Yəni tanrının qanı ilə torpağı qarışdırırlar və bir insan ərsəyə gətirirlər. Daha sonra davam edək. Həmçinin Şumerlərdə insanı öz surətindən və nəfsindən, yəni nəfəsindən yaradılması da var. Bunu biz Quranda görmürük, çünki Quranda yoxdur. Allah insanı öz surətində yaratdı, nəfsindən üflədi, nəfəsindən yoxdur. Biz bunu Yəhudilərdə və Xristiyanlarda görürük. İstəsəz Tövratı və İncili oxuya bilərsiniz. Orada görəcəksiniz bu iddianı. Aha. Yaxşı, bəs Şumerlərdə insanı yaradan kim idi? Hətta Şumerlərdə Tanrının adı da vurğulanır. Ninmah. Ninmah kim idi? Enlilin anası idi. Deməli, hətta bu Ninmah insan yaratmağı bacarmırdı. Yəni, onun belə bir bilgisi yox idi. Həmin vaxtda Enlil yuxuda olur. Enlildə bilgi Allah idi. Onu da sizə mən vurğuluyum. Bunu oyadırlar, buna məsləhət edirlər. Bu da deyir ki, anasına deyir. Torpağı götür, ona şəkil ver, öz nəfsindən üflə falan, belə bir insan yaranacaq və bu da onu edir. Amma maraqlı bir sizə nüans deyim. Maraqlı nüans ondan ibarətdir ki, bunu Enlil də etmək istəyir, amma Enlil bunu bacara bilmir. Mənə hələ də çox qaranlıqdır. Səhv eləmirəmsə tabletin o qismi oxunmur, ona görə bizə aydın deyil. Çin niyə o bacara bilmir? Enlilin yaratdığı adamlar, yəni insanlar yeyə bilmirlər, yemək yeyə bilmirlər, su içə bilmirlər, yeriyə bilmirlər, danışa bilmirlər. Yəni bir növ xəstə bir insanlar yaradır o. Və maraqlıdır. Niyə? Niyə Enlil bunu bacara bilmir? Çünki bunu Enlil anasına deyirsə, sən bunu belə etməlisən, bunu Enlil öz də bacarmalıdır. Deməli, burada hansısa bir qüvvədən söhbət gedir ki, o qüvvə yalnız onun anasında, Ninmahda olur. Yaradılış tanrıçası olur deməli bu. Daha sonra sizə balaca bir bilgi verəcəm. Bu bilginin üzərindən tez keçəcəyik. Bu bilgi nədən ibarətdir? Biz bilirik, Musa ilə Misir Fironu arasında olan qarmaşanı biz bilirik.
və bu qarmaşada Allah onlara üzərinə çəyirtkələr göndərir. Sonra onların quyularını nələrlə xəstəliklə doldurmalı, səhv eləmirəmsə. Bunu səhv deyə bilərəm, ya qanla idi, ya xəstəliklə idi. Doldurur ki, onlar su içə bilməsinlər. Dini kitablarda var bu. Quranda səhv edirəm, 10 dəqiq bilmirəm, amma Tövratda dəqiq var. Və onu deyim ki, Şumerlərdə də həmçinin bu tanrıça inanmanın əsəbləşib quyuları qanla doldurduğu iddiası həmçinin Şumerlərdə də var. Bu fikir onlarda da mövcud. Daha balaca bir bilgi verib bunun üzərindən tez keçəcəm, çünki növbəti bilgimiz biraz uzun olacaq və düşündürücü olacaq. Tufan barədə bunu mən keçən videolarımızın birində qeyd eləmişdim. Tufan barədə Gilgameşə qədər elə bilinirdi ki, bu ancaq Tövratda var, amma 1862-ci ildə Gilgameş dastanı tapılandan sonra bizə məlum olur ki, əslində tufan sözü ilk dəfə orada işlənibmiş və Gilgameş də hansı ki biz bunu bilirik Nuh olaraq, bizdə Nuhdur, amma onlarda bu əmir Gilgameşə tapşırılıb və Gilgameş insanların xilaskarı olub, bir gəmi düzəldib, insanları, heyvanları o xilas edib və təkcə yəni burada deyil, başqa xalqların da öz əfsanələrində, düşüncələrində bu var. Bunu keçən videoda demişdim deyə üzərində çox durmayacağam. Keçmək istəyirəm növbəti bilgimizə. Gilgameş dastanında oxuyanlar bəlkə də bilər. Gilgameş dastanında bir əfsanə var, yəni bir bölmə var. O bölmə nədir? Gilgameş və göy buğası. Çox maraqlı bir, bilmirəm, əfsanə deyim, iddia deyim, nə deyim? Əfsanə deyək. İnanla Uruq kralı Gilgameşlə evlənmək istəyir. Amma Gilgameş bilir ki, İnanla biraz yüngül insandır. Bilir ki, o Gilgameşin yanında qalmayacaq. Növbəti gün başqasına aşıq ola bilər. Çünki o eşq tanrıçası idi. Onun belə irəli sürülür ki, onun könlü tez-tez başqalarına qona bilirdi. Gilgameş də istəmir onunla evlənmək. İnanla da əsəbləşir. Necə sən mənlə evlənməzsən? Necə bunu qəbul etməzsən? Gilgameşə deyir ki, mənə ya göy buğasını verəcəksən, ya da ki, mən sənin şəhərini yerlə bir edəcəm, yerlə yeksan edəcəm. Gilgameş də məcbur qalır, göy buğasını verir İnannaya. İnanla da bu göy buğasını salır şəhərin üzərində, yenə də şəhəri yerlə yeksan edir. Və qıtlıq olur. İndi baxın, buğa. Ağlınıza həmən nə gəldi? Buğa və qıtlığı əlaqələndirsək, yəqin ki, sizlər də uşaq vaxtı Yusuf Peyğəmbərin o serialını izləmişsiniz. Hər il biz onu izləyirdik. Maraqlı serialdır həqiqətən. Və orada yadınızdadır, Firon bir yuxu görür. Onu Yusufun yozmasını istəyirlər. Orada o buğalar görürdü. Yusuf o necə yozur? 7 il bolluq, 7 il qıtlıq olaraq. Və Gilgameş deyir ki, axı sən bu hərəkəti elədin. Mənim indi ölkəmdə 7 il ümumiyyətlə göy buğası qıtlığı təmsil edirdi. Onun yerə enməsi qıtlıq əlaməti deməkdir Şumerlərdə. Aha, yaxşı qıtlıq olacaq. Bəs necə? İnanla da deyir ki, narahat olma. Mən əgər 7 il sənə qıtlıq gətirdimsə, 7 il də bolluq edib sənin insanlarını bəsləyəcəm. 7 il qıtlıq və 7 il bolluq və göy buğası. Yəni Yusuf Peyğəmbərin də o əfsanəsi gəlir dirənir Şumerlərə. Daha sonra gəlir hər şeyi adlandırmaq məsələsinə. Şumerlərdə belə bir qayda var idi. Əgər sən bir şeyə ad qoymurdunsa, o yox idi. Məsələn, mən Şumerliyəm, bu qələmə qələm adını qoymuramsa, bu yoxdur. Mən bunun mövcudluğunu, yəni bu mövcud deyil mənə görə. Və həmən burada ağlımıza nə gəlir? Tövrat və Quranda Allahın Adəmə buyurması ki, hər şeyi adlandırması barədə. Yəni, hər şeyi adlandırmaq da Şumerlərdən gəlir, hansı ki, bu keçib Tövrata və Qurana. Ümumiyyətlə, mən sizə bir şey deyim. Quran daha az Şumer təsirinə məruz qalıb. Niyə? Mən bunu sizə izah edəcəm. Ən çox xristianlıq və Tövrat Şumer təsirindədir. Səbəb isə ondan ibarətdir ki, Şumerlər, bilən bilir, Mesopotamiya ərazisində, Dəzə və Fərat çayının sahilində ətrafında formalaşıb yayılmışdılar. Orada məskunlaşmışdılar və Tövratda daha yaxın, yəni Yəhudilər də onlara daha yaxın ərazidə var idi. Ona görə də Tövrat daha çox Şumer təsirinə məruz qalıb.
Amma Ərəbistan daha aralı bir coğrafiyada yerləşir deyə daha az təsirə məruz qalıb. Xristianlıq da yəhudiliklə daha çox bir-birinin təsirinə məruz qalıb deyə, yəni xristianlıq daha çox yəhudiliyin təsirinə məruz qalıb deyə, yenə də xristianlıq Şumerlərin təsirinə daha çox məruz qalmış olur. Yəqin ki, əlaqəni başa düşə bildiniz. Amma həmçinin onu da sizə deyim ki, Şumerlərlə mən hesablamışam. Şumerlərlə yəhudilik arasındakı fərq 1800-2500 ildir. Elə də çox böyük bir rəqəm deyil. İndi Quranı görəndə, yəni Quranın gəlməyini, İslamın gəlməyini görəndə özünüz də başa düşəsiniz ki, Quran nəyə görə Şumer təsirinə daha az məruz qalıb. Xristianlıq 3000-3500 il Şumerlərlə arasındakı fərq, yəni Şumer dini ilə arasındakı fərq, İslamla da 3600-4100 il fərq. Bu kifayət qədər böyük bir ildir, böyük bir rəqəmdir. Ona görə biz burada iki şeyi yenə nəzərə alırıq. Bir, aralarındakı məsafəni, ikincisi isə o tarixi. Hansı ki, o tarix bizə onu sübut eləyir ki, artıq o qədər qısa bir zaman, uzun bir zaman surətində artıq məlumatlar təhrif olunmuşdu. Təbii ki, bir məlumat 4100 il ərzində təhrif olunaraq, unudularaq daha az təsirə məruz qalacaq. Daha sonra səcdə məsələsinə gələk. Şumerlərdə də səcdə var. Şumerlərdə məbədlərdə ilahilər oxunanda, həmçinin onu da qeyd edeyim ki, onlar da dualar eləyirdilər. Hansı ki, bu dualarda bağışlanmağı, tövbə edirdilər və bağışlanmağı istəyirdilər. Eyni bizdə olduğu kimi. Onlar məbədlərdə dua eləyəndə səcdə eləyirdilər. Bu səcdədə Şumer dilində kirugu deməkdir. Kirugu da əyilmək mənasına gəlir. Hansı ki, bu ərəbə rükü. Yəqin ki, düz tələffüz edirəm. Əgər səhv tələffüz edəsəm, mənə bildirərsiniz. Rükü sözü buradan gələ bilər deyə düşünülür. Həmçinin Şumerlərdə inanca görə ölülər Kur deyilən bir yeraltı dünyasına gedirlər. Kralı yer altında özündən əvvəlki krallar, yəni məşhur, Şumerin məşhur adamları qarşılayır, onu salamlayırlar. Biz bunu harda görürük? Həzrəti Muhammedin göyə qalxarkən özündən əvvəlki peyğəmbərlərin onu salamlaması ilə bu hardasa oxşarlıq təşkil edir. Və gələk ən maraqlı faktlarımızdan birinə. Birinci Sargon, Musa və İsa. Birinci Sargon, Musa və İsa'nın talihi əslində çox oxşardır. Niyə? Bilənlər bilir, yəni tarix oxuyanlar. Birinci Sargon öz dövrünün ən qüdrətli hökmdarlarından biri olub. Əslində birinci Sargon kim idi? Rahibənin oğlu. Keçən videolarımızda qeyd eləmişəm, istəsəz geri qayıdıb baxa bilərsiniz. Həmən dövrlərdə rahibələrin, nəinki həmən dövrlərdə, özündən sonraki dinlərdə də olsun, rahibələrin uşaq dünyaya gətirmək qadağan idi. Çünki əgər bir rahibədən uşaq dünyaya gəldisə, insanlar onu öldürürdülər. Səbəb o idi, çünki Tanrının uşağı ola bilməz. Tanrının övladını qəbul etmirdilər. İsa'nın da yəni başına bu hadisə gəlib, onun anası rahibə olub deyə. Yəni, bunu mən belə əlaqələndirirəm. Düşünürəm ki, belədir. Şumerlərdə də bu barədə bir dastan, əfsanə var. Onu keçən videoda qeyd eləmişəm, qayıdıb baxarsınız. Birinci Sargonu anası rahibə olduğuna görə və bilir ki, mən bunu niyə gətirirəm, bunu öldürəcəklər. Ona görə bunu götürür, çaya qoyur və çayda Akki deyilən, səhv eləmirəmsə, Akki adlı bir qadın götürür, ona baxır, onu böyüdür və onu saraya verir. Birinə qulluqçu olaraq, yəni kralı qulluqçu olaraq, səhv eləmirəmsə şərabçılıq vəzifəsi kimi ona verir. Daha sonra Sargon hakimiyyəti ələ keçirir. Bizim məsələmiz bu deyil. Bizim məsələmiz Sargondan Musanın və İsa'nın həyatının oxşarlığıdır. Daha sonra hamımızın hər il qeyd elədiyi, mən qeyd eləmirəm, Novruz bayramı və Şumerlər. Əslində Novruz bayramı da Şumerlərdən gəlir. Necə və niyə? Şumerlərdə Dumuzi adında bir tanrı var. Bu Dumuzi İnanna'nın həyat yoldaşı olur. Onunla ailə həyatı qururlar. İnanna ərinə əsəbləşib onu yer altına göndərir.
onu yer altına göndərir və ya daha sonra oradan çıxanda bunlar yenidən evlənirlər. Toy mərasimi keçirirlər. Bu toy mərasimi bolluq, bərəkət kimi simvolizə olunur və mart ayına düşür. Ona görə də onlar bunu Dumuzi ayı, türklərdə də Temmuz ayı buradan gəlir. Temmuz ayı Dumuzi. Yəni bizim bu gün qeyd elədiyimiz Novruz bayramı əslində Şumerlərə gedib dayanır və Şumerlər bunu necə qeyd edirdilər? Şənliklər keçirirdilər, mahnılar oxuyurdular. Yəni festival kimi qeyd edilir. Eden bağçası haqqında biz danışa bilərik. Eden bağçası Şumerdəki Eden sözündən gəlir. Mənası çöl-çöllük mənasıdır. Şumerlər haqqında günümüzü əlaqələndirərək mən sizə bu məlumatları bacardığım qədər aydın izah eləməyə çalışdım. Və mən elə düşünürəm ki, əslində bunların hər biri heç də bizim bildiyimiz kimi deyil. Niyə bizim bildiyimiz kimi deyil? Səbəb ondan ibarətdir ki, biz elə bil hal-hazırda dövrdə yaşayırıq ki, texnologiyanın ən geniş yayıldığı dövrdür. Hamımızın sosial şəbəkələri var. Hamımız sosial şəbəkələrdə nələrisə görürük, izləyirik. Və sosial şəbəkənin bu qədər gündəmdə olduğu bir dövrdə hansısa ideyalar bu qədər sürətlə yayıla bilmir. Yəni insanlar o qədər çox təsirə məruz qalmırlar. Əsasda bu kimi mövzularda, dini mövzularda. Onu da qeyd edeyim ki, bizim məqsədimiz əsla və əsla kimisə təsirə məruz qoymaq, kimisə təsir eləmək deyil. Sadəcə olaraq araşdırırıq, fikirlərimizi insanlarla bölüşürük. Bəlkə kimsə də araşdırır, onlara daha da əl çatan olmaq üçün bu mövzuları araşdırır. Bizi izləyib daha da əl çatan olsun onlar üçün məlumat. Heç kəsə təsir eləmək üçün bir fikrimiz yoxdur, əsla da ola bilməz. Hamının öz yolu, öz əqidəsi var. Və hamı da öz yolunda və əqidəsində irəliləməyi bacarmalıdır. Mən onu demək istəyirəm ki, əslində hər şey heç də bizim bildiyimiz kimi olmaya bilər. Necə olur ki, texnologiyanın olmadığı bir dövrdə insanlar arasında, məsələn, Şumerlərdə olsun, bu dini inanclar, tanrılar, tanrı inancları, yəni tanrı yox, tanrılar inancları bu qədər geniş yayıla bilir. İslam bu qədər geniş yayıla bilir həmən dövrdə. Tövratda, yəni Yəhudilik bu qədər geniş yayılır, Xristiyanlıq yayılır. Və bir-birlərindən bağlantılı olurlar. Keçir bir-birlərinə bunların dini görüşləri, dini inancları, adət-ənənələri, düşüncələri bir-birinə təsir edir. Biraz çətin bir prosesdir, çox illər tələb edən bir prosesdir və ki, zaten biz görürük aralarında, siz gördünüz 1800-dən başlayıb 4100 ilə qədər davam edən bir tarix var. Bir tarixdən söhbət gedir. Bu tarix heç də az bir müddət deyil. Amma mənim fikrimi soruşacaq olsanız, mənim fikrim ondan ibarətdir ki, biz elə bir sistemin içindəyik ki, hansı ki o sistem yaradılıb və bütün bu görüşlər, bütün bu dini inanclar hər biri bu sistemə daxil edilib. Yenə deyirəm, bunu daha da aydın görmək üçün Silo adlı bir film var. Çox bəyənirəm o filmi və 3-cü sezonu da gözləyirəm. Çox güman ki, 3-cü sezonu gözlədiyimiz kimi olmayacaq, çünki hər dəfə elə olur. Çox həvəslə gözlədiyim bir filmin 3-cü, 4-cü sezonunu çox bərbad şəkildə təqdim edirlər. Mən sizə demək istədiyim odur ki, Silo'da siz görsəniz, Silo yaradılıb və insanlar bilmir. Silo necə yaradılıb, niyə yaradılıb, hansı məqsəd üçün yaradılıb. Və Silo'da bir kitab var, qanunlar kitabı. Və insanlar o qanunlara, yəni günümüzdəki dini kitabları xatırladır. O qanunlara əsasən qanunlara əməl etməlidirlər. O qanun niyə var? Nizam-intizamı qorumaq üçün. Yəni, biraz qəliz məsələdir ki, məsələn, mən indi durub özümdən bir din yaratsam, bir ideologiya yaratsam, ətrafıma o qədər insan toplaya bilərəm, texnologiyanın çağlayan bir dövründə. Məncə eləyə bilmərəm. İnsanlar çünki mən qınayacaq, insanlar mənə inanmaq istəməyəcəklər, insanlar mənə heç də yaxşı olmayan sözlər yazacaqlar, bəlkə də məni dəli adlandıracaqlar. Necə olur ki, həmən dövrdə bir insan çıxır, yaradır və onu dəli adlandırmırlar, onu inanırlar. Bunlar biraz qəliz məsələlərdir. Yəni, mənim zəkam bunu algılamır. Sizinki algılayırsa bilmirəm, amma mənim zəkam bunları algılamır. Mən heç cürə başa düşə bilmirəm. Necə olur ki, bir insan çıxır,
və yaxud da bir qrup insan çıxır, yaradır hansısa bir ideyaları və insanlar da ona qoşulub o tərzdə irəliləyirlər və günümüzə qədər, günümüzdəki topluma qədər, 21-ci əsrə qədər bu ideyalar yayıla bilir, gələ bilir, bizləri də idarə edə bilir, bizlər də onun ətrafında toplaşırıq. Bu necə mümkün ola bilər? Ən məntiqli cavab sistemin yaradıb, bizi yaradıb və bizim sistemin hansısa məqsəd üçün yaradıb bu fikirləri, ideyaları bizim bu qədər genetikamıza yeritməkdir. Əgər bizim bu zehnimizə, şuurumuza, düşüncəmizə, genetikamıza yeriməsəydi, necə olur ki, mən Azərbaycanda dünyaya gəlmişəm, müsəlman dünyasından dünyaya gəlmişəm deyə elə zənn edirəm ki, İslam ən doğru dindir. Elə zənn etmirəm, bir misal olaraq çəkirəm. İslam ən doğru dindir. Atıram, İngiltərədə dünyaya gələn biri elə zənn edir ki, xristianlıq onun üçün haqq dinidir. Hamı xristianlığa dəvət olunmalıdır. Yəhudilər öz dinini, hindular öz dilini və yaxud da digər zərdüştlər hamısı öz dininin doğru olduğunu inanır. Bəs həqiqət nədir əslində? Biz əslində axtarmamalıyıq, sübut eləməyə çalışmamalıyıq ki, hansı əsasdır, hansı realdır, hansı haqdır. Biz onu araşdırmalıyıq ki, niyə bu qədər biz dinlər var? Yaxşı, siz mənə yaza bilərsiniz ki, onun gəlib Qurana keçməyi, Tövrata keçməyi, Yəhudiliyə keçməyi onu göstərir ki, deməli onu Allah yaradıb, Allah həmin vaxtı o şəkildə yaradıb. Yaxşı, mən sizə bir dənə sual verim. Niyə Allah o tərzdə yaratmağa ehtiyac duydu? Əgər Allah istəyirdisə, insanlar ona inansınlar, insanlar ona ibadət eləsinlər. Quranda deyir, mən insanları mənə yalnız ibadət etsinlər deyə yaratdım. Bəs yaxşı, Şumerləri istəmirdi, onları itaət etsin, Şumerlərin onları itaət etməyini istəmirdi. Nə oldu birdən-birə İslam yarananda istədi ki, biz onu itaət eləyək, İslamı yaratdı. Niyə həmin vaxtı istəmirdi? Niyə özündən istədi ki, insanlar özündən başqa tanrılara inansın? Nə bilim, niyə istəyirdi ki, ərəblər İslamdan qabaq bütlərə inansın? Ola bilməzdimi ki, əvvəlcədən yəni İslamı yaradardı? Niyə bu qədər qarma-qarışıqlıq, niyə bu qədər ziddiyyətlər? Hətta biraz günün çıxacaq, amma ki, əgər hər şeyi bilən sonsuz qüdrət sahibi idisə, bir texnologiya yaradıb özünü orada göstərə bilərdi. Əgər öz varlığını sübut eləməyə çalışırsa, insanlar ona ibadət eləməyini istəyirdisə, sən istəyirsənsə, insanlar sənə ibadət eləsin. Məsələn, mən özümü tanrı adlandırsam, istəsəm insanlar mənə itaət eləsin. Telefonda çəkərəm, paylaşaram insanlar arasında. Bilmirəm, nəsə eləyərəm yəni. İnsanların hamısını məni görsün deyə nəsə eləyərəm. Əgər mən sonsuz qüdrət sahibiyəm, hər şeyi bilirəmsə, telefonun da necə yarandığını bilməliydim. Kompüterin necə yarandığını bilməliydim. Nə bilim, rəsm çəkməyi də bilməliydim. Özümü çəkə də bilərdim, özümü paylaşa da bilərdim. Nə bilim, göydə bir dənə kosmik, nə boyda nəhəng bir UFO kimi bir şey yaradardım. Öz surətim olmasın, səsimi, nə bilim, özümdən bir işarə göstərərdim orada. İşarə göstərərdim ki, insanlar mənə ibadət eləsin. Niyə bu qədər? Yəni, əgər mən onların taleyini də bilirəmsə, onların qədərini də bilirəmsə, yaxşı, bəs azad iradə necədir bəs? Onda deməli, bizim azad iradəmiz yoxdur. Bəs azad iradəsi olmayan bir insan necə ibadət eləyə bilər? Necə düşünə bilər ki, mən ibadət eləməliyəm, yoxsa yox? Ancaq azad iradəsi olan bir insan sorğulaya bilər. Sorğulayıb haqqı tapa bilər. Və haqqı tapan insan azad iradəyə sahib olur. Belə, mənim fikirlərim bundan ibarətdir. Siz də öz fikirlərinizi yorumlarda bizlə bölüşə bilərsiniz. Amma xahiş edirəm, mədəni surətdə, mədəni tərzdə, üslubunuzu pozmadan və onu da qeyd edeyim ki, növbəti araşdırma mövzumuz İbrahim Peyğəmbər haqqında olacaq və biraz geniş mövzu olacaq. Ona görə izləmədə qalın. Hələlik.